Bismillahirrahmanirrahim. Var cömert adam, var alçaq adam. Cömert və alçaq adam barəsində Ali əleyhissalam belə buyurmuşdur. Səxavətli və cömert şəxsin az möhtac olanda hücum etməsindən qorxun. Çünki belə olan halda xalqın ehtinatsızlığı onu qıcıqlandırır və o onlara hakim olub intiqam almaq üçün özünü təhlükəyə atır. Həmçinin alçağın tox olandakı, varlanandakı hücumundan çəkinin. Çünki varlılıq onu arzusuna çatdırar və o təbiətinə uyğun olaraq əli altında olanlara əziyyət verər, onları incidər. Allah özü hər birimizə kömək olsun inşallah.